Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahda sizə 23 noyabr tarixində keçirilmiş OTK sınavının 9-cu siniflərə aid olan dil qaydasının izahını çəkib paylaşacağam. Birinci dil qaydasına baxaq, ondan sonra daha sonra mətnlərin izahlarını çəkib yerləşdirəcəm. Siz də bu cür dərs videolarına ardından gəlməyi istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı yaddan çıxarmayın. Baxalım sualların izahına. Birinci suala deyir ki, bu əvəzliyindən sonra vergi qoyula da bilər, qoyulmaya da bilər. Bu ən sevdiyim musiqidir. Köməkçinin qissəsi gəlib deyə ümumiyyətlə qoyulmaz vergül. Bu qəsəbədə yaşayıram. Hansı qəsəbədə? Bu qəsəbədə. Burada işarə deyə olmaz. Yəni təyin vəzifəsindədir. Bu sənə göndərilir. Əvəzlikdən sonra əvəzlik gəlir deyə olmaz. Bu poema Nizami Şah əsəridir. Hansı poema? Bu poema, bu da uyğun deyil, çünki təyin vəzifəsindədir. Cavab D variantıdır ki, bu məktəbin uğurdur. Biri var bu, nə bu? Bir də ki, bu məktəbin uğurdur. Burada da işarə məqsədini işlənib, yəni vergül qoyulsa düzdür, qoyulmasa da. Baxalım ikinci suala. Hansı bəndlərdə hal şəkilçisi qəbul etmədən sahiblik bildirən isim var? Aha, baxaq birbaşa. Qütb ulduzu, yəni demək istəyir ki, qeyri-müəyyən yərik haldadır. Biri bir olacaq. İsimdir, körpə sifətdir, olmaz. Mən danışanda, mən burada ümumiyyətlə feili birləşmədir. İsim deyir bizə, Kür çayı biri 4-dür. Şəklin əlaməti burada hal şəkilçisi qəbul etmişdir. Cavab Y variantı. Baxaq üçüncü suala. Tələffüz formasında verilən hansı söz yerinə görə sifət və isim kimi işlənə bilər? Baxaq burada sifət və isim kimi. Bir var sirli, sirri. Onun sirri, sirri. Bir də ki, sirli dünya. Məsəl üçün, bəli, bir ola bilər. Məsəl üçün, böyük sözü hara fırlasaq sifət olacaq. Ona görə 3 olanları sildik. Başlı, 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 başlı. Başlı, məsəl üçün, başlı sözü olmur axı. Saxlayayım onu. Buruq, bəli, bir var buruq saç, bir də ki, buruq neft buruğu. 1, 4. Bir dənə başlı sözünə baxaq. Yazılır, məsəl üçün, başlı. Başlı sözü sifət kimi işlənə bilər. Bir də başdı, başdır. Bəli, isim kimi işlənə bilər. Cavab 1, 2, 4 olacaq. A variantı. Baxaq növbəti suala. Həmin elmi kütləvi ədəbiyyat cümləsindəki sözlərin morfoloji təhlillə bağlı doğru fikir istəyir. A'dan baxaq. İlk iki söz eyni qissəsinə aiddir. Həmin elmi kütləvi ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edibdir. Bunu elmi kütləvi, elmi sözü əvəzlik deyil, agentdir. Əşyanın adını bildirən sözlər ismin eyni halındadır. Yəni, belə deyək, isimlər eyni haldadır. Elmi kütləvi ədəbiyyatlar adlı xal bir çox adamları, kimi adamları, bura təsir də eyni halda deyil. Cümlədəki sifət və say eyni suala cavab verib, bir çox nə qədər suala cavab verəcək? Bir çox adamları, hansı adamları? Bir çox nə qədər? Həmin elmi kütləvi, bura təyin sualdır, hansı suala cavab verəcək? Bilənciyini saxlayaq. Bütün isimlər konkretdir. Bütün isimlər, baxaq, nadanlıq konkret deyil, mücərrəddir. Cümləli sifət əvəz edən sözlə başlayır. Sifəti əvəz edən sözlə başlayır. Bəli, həmindir. Həmin elmi kütləvi ədəbiyyatlar, bəli, sifət əvəz edib. Cavab burada C-dən niyə dayandım? Çünki bir çox adamlar, hansı adamlar demək olmur. Nə qədər suala cavab verəcək? Ona görə Y variantı. Baxaq növbəti suala. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin deyir. Onda sözün kontekstə görə o vaxt sözünün yerində işlənə bilər. Bəli, onda gəlmişdi. Nə vaxt? O vaxt. İsimləşmiş say kimi işlənə bilər. Bunu saxlayaq hələ ki. Qeyri-müəyyən say kimi işlənə bilir. Qeyri-müəyyən say kimi necə işlənə bilər? İşlənmir axı. 2 getdi. Əvəzlik kimi işlənə bilər. Bəli, onda kitab var, düzdür. İsim kimi işlənə bilər. Xeyr, isim kimi də işlənmir. Cavab 1, 3-dür. İsimləşmiş say kimi də, bəli, necə deyə bilərik? Onda kəsr say kimi, bəli, daha burada yeri yal şəkilçisi qəbul edə bilər. Cavab olacaq 1 ilə 3. Baxaq növbəti suala. Yəni, və yaxud da ki, burada 10 tamamda gələ bilər, məsələn. Yəni, 10-da gələr, 10 tamamda. Yəni, isimləşmiş say kimi də götürmək olar. Baxaq növbəti suala.
İrəli getmək ifadəsinin məcazi mənada hansı anlamındadır? İnkişaf etmək olardı yəqin ki. Başqa burada olmaz. Qabağa getmək, irəli getmək. Uşaqlar burada kimsəni görmədilər cümləsindəki əvəzliklərlə bağlı doğru fikirdir. Uşaqlar burada kimsəni görmədilər. Yəni inkarlıq məzmunu bildirəcək. Çünki görmədilər təsdiqi yox, inkardadır. Kimi, kimsəni, bəli, ism əvəz edibdir. Adlı halın sona cavab verir, yox, təsir realdır. Aid olduğu halın bir forması var. Xeyr, müəyyən və qeyri-müəyyən var. Təsiri haldadır. Bəli, 1, 4 cavab A variantıdır. Baxalım növbəti suala. Hecaların birinin yalnız sahibdən ibarətdir. Səs artımı ilə deyilən sözdür. Sehirli sözünə səs artımı var. Bəli, 1-ə girəcək. 2-ə girəcək daha doğrusu A. 2-də A bir dənə buradadır. Səs artımı ilə deyilən sözdür. Sehirli. Bəli. Bədilikdə eyni biri düşür. Xoşbəxt tır düşür, sərt olmur. Bir dənə A-nı buraya yazanda cavab çıxır da B variantı. 1-ə B olacaq. Bədilik yalnız bir sahibdən ibarətdir. Hecalardan biri bərlik. Hecalardan biri yalnız sahibdən, yalnız sahibdən ibarətdir. İni demək istəyir. Daha sonra B-C-ni də yazıblar bunlar. Məsələn, bir sahibdən ibarətdir. Bəli, cavab B variantıdır. Sərt sözü sadə söz kimi götürüləcək. Xoşbəxt yalnız sahibdən ibarət yox. Həm də ki, samitdən ibarət hecalar. 9-a baxaq. Çəkiliş gedirmi? Adi dərəcədə olan keyfiyyət bildirən sifətlər. Açıq qəlbli adidir və keyfiyyət bildirir. Tünd xasiyyət. Tünd əgər depsindən yazılsa dərəcə əlaməti bildirəcək. Tünd qırmızı, bəli, bu əlamət bildirir, keyfiyyət deyil. Açıq sarı əlamət bildirir. Qara buğdayı burada da keyfiyyət bildirmir, əlamət bildirir. Tünd xasiyyəti, bəli, 1-2 cavabdır variantı. Baxalım sonuncu suala. Bir dəqiqə. Sonuncu 10-cu sualda isə hansı cümlədə bütün sözlərin yazışı düzgündür? Bütün sözlərin yazışı düzgündürsə, ən acı məğlubiyyət ləyaqətsiz rəqibə uduzmaqdır. Burada ən acı məğlubiyyət sözündə ləyaqətsiz rəqibə uduzmaqdır. Burada məğlubiyyət sözü olacaq, səhv yazılmış. Baxaq B-yə. Təcrübə bir eynək yox, eynək olmalıdır. 2 olacaq burada. Qeybət bəsit bir ruhlu insanların əyləncəsidir. Bəli. Köynəyin ilk düyməsi səhv yox, v olmalıdır. Səhv. Ümumiyyətlə, ehtiyatla da bir yer olmalıdır. Cavab onda C variantı. Burada 10 dənəsində bir dənə səhvi çıxmışdır. Yaxşıdır. Mətnləri də daha sonra izahını çəkib paylaşacağım.